Məlumdur ki, Azərbaycan ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplər əsasında münasibətlər qurmağa çalışır. O cümlədən də cənub qonşumuz İranla və bunun üçün də kifayət qədər ciddi, tarixi, hüquqi və milli dəyərlərə, ənənələrə söykənən əsaslar var. İndi qeyd etdiyiniz bəyanatla bağlı məsələnin kökünə vardıqda Ermənistanın İranla onsuz da kifayət qədər ciddi əlaqələri mövcuddur. Bu əlaqələr eyni zamanda adı çəkilən sahələri də əhatə eləyir. Konkret olaraq son bəyanata gəlincə, son bəyanatı verən şəxs İran hökumətində təmsil olunmur. Bu sadəcə ekspertdir və müstəqil bir fond idarə edir. Təbii ki, bu və ya digər formada anlamaq mümkündür ki, həmin fondlar, eyni zamanda həmin ekspertlər kimlərdən, hardan dəstəklənir, bu öz yerində. Amma istənilən halda, indiki məqamda biz bu bəyanata daha çox ermənipərəst bir siyasətçinin və yaxud bu və ya digər formada alətə çevrilmiş bir şəxsin bəyanat kimi yanaşmalıyıq. Xüsusən İran cəmiyyətində birmənalı mövqeyinin olmaması, İranın özünün hakimiyyət daxilindəki çaxnaşmalar, eyni zamanda İranda Prezident İnstitutu, eyni zamanda Sepahın ayrıca qanadı, bu və digər formalarda daxili hakimiyyət, daxili qruplaşmalar fonunda da İran Prezidentinin Bakıya səfəri çərçivəsində bu xəbərlər yayıldıqdan sonra bu cür bəyanatların verilməsi təsadüf hesab edilmir. Eyni zamanda nəzərə almalıyıq ki, bölgədə sülhə doğru addımlayırıq. Bölgədə bu və digər formada tarixdə heç vaxt olmadığımız qədər sülhə yaxınlaşmaqdayıq. Düzdür, Ermənistan hələ ki ortada bu proseslərə əngəl yaradır. Amma istənilən halda görünən odur ki, İran cəmiyyətində də bu prosesdən narahat olanlar var.